elektrostatik sahənin işinin düsturu belə olacaq. Bax. Bu bircə elektrik sahəsi götürürəm mən. Bircə sahədə yeni test istiqamətli olsun. Tutaq ki, yük bu nöqtədən, müsbət yükü bu nöqtədən B nöqtəsindən, C nöqtəsinə belə gəlir. Burası C nöqtəsidir. Elektrik sahəsində müsbət yük başlanğıçda B-də idi, sonda gəldi C nöqtəsinə çatdı. Bu sahədə elektrostatik sahənin gördüyü işi hesablayaq. Bax, deməli, bu istiqamətdə hərəkət edir. Düzdür. Qüvvənin istiqaməti bu tərəf olanda, bu tərəflər mənfi işarəlidir. Mənfi yüklər elə bil ki, buradadır. Müsbət yüklər isə bu tərəfdədir. Yükə təsir edən qüvvənin istiqaməti mənfiyə tərəf olar, düzdür, bu tərəf olar, düzdür. O da qüvvə vektoru ilə sürət vektoru arasında qalan alfa buşağı. Biz deməli, işin üstünü belə yazmırdıq mexanikada. A bərabərdir Fs kosinus alfa. Qüvvənin modulu, yerləşmə modulu. Burada alfa bucağı qüvvə vektorundan yerləşmə vektoru sıra qalan bucaq. Birinci sahədə F qüvvəsinin yerinə biz Q'ye yaza bilirik. Q'ye S kosinus alfa var. Üstü bir alınacaqdır. Bax, bəzən S'in yerinə D yazılır. Yazılar Q'ye D. O bir kosinus alfa. S də yerləşmən, S-lə işarə bilərsən, D-lə də işarə bilərsən. O da birinci elektrik sahəsində elektrik sahəsinin gördüyü işin düsturudur. Burada belə bir şey derim olar. Bax, bir A bərabərdir Q-u yazsan, elektrostatik sahənin gördüyü işini biz düstura bilər də. Bu bərabərlikdən alırıq ki, U bərabərdir YD kosinus alfa. U bərabərdir YD kosinus alfa. Bu şəkildə belə bir şey demək olar. Burada, buradan başlanğıç BS məsafəsi burada dedilə, yer dəyişmədir. Bu məsafə ki var, bu buradan bura, bu məsafə işarə eləyək delta D ilə. Onda bu bucaqdan belə şey alacaq. Deməli, betonumuz buradır, D-dir. O da bitişik qat etdi. Onda alacaq delta D bərabərdir D kosinus alfa. Yəni bu düsturda, düstur bir şəkildə yaza bilərik. U bərabərdir Y delta D. Bu oldu intensivli ilə gərginiş arasında, birinci elektrik sahəsi intensivli gərginiş arasında əlaqə. İstəsək, bu formada yazarıq. Y bərabərdir U bölünsün delta D. Oldu mu? Buradan intensivliyin vahidini yazarıq. Bu düstur əsaslı intensivliyin vahidini yazarıq. İntensivliyin vahidi belə olur. Y bərabərdir gərginin vahidi voltdur. Məsafənin vahidi metrdir. Volt bölünsün, metr buradan gəlir. Y bərabərdir F bölünsün Q. Bu düsturdan intensivliyin vahidi belə olur. Newton bölünsün kolon, düzdür. Amma bu düsturdan da volt bölünsün metr. İntensivliyin içinə belə vahidi var, bir-birinə bərabərdir. Əgər deməli, yüklü hissəcik qüvvə xətti istiqamətində hərəkət etsə, yüklü hissəcik qüvvə xətti istiqamətində hərəkət etsə, belə deyə bilərik. Tutaq ki, birinci sahədir bu. Birinci sahədir, qeyri-intensivli vektor istiqaməti belədir. Yüklü hissəcik buradan bura gəlir. B-dən gəlir C-yə. Burada gərginlik olacaqdır. Bu nöqtəsə gərginlik olacaq U. Məsafə də buradan bura olacaq B. Onu bir yazarıq. Bax ki, bərabərdir. Y bərabərdir. U bölünsün D yazarıq. Delta D-nin əvəzinə D yazarıq. Oldu. Və belə yazmaq olar. Buradan Y bərabərdir. Bir nöqtəsinin potensialı P1 olsun. C nöqtəsinin potensialı P2 olsun. Onu yazarıq. Y bərabərdir. P1 minus P2 bölünsün D. Burada potensiallar fərqinə intensivlik və məsafə arasında belə bir əlaqə vardır. Elektrostatik sahənin iş düsturları və elektrostatik sahənin xassələri. Birinci belə deyirik. Deməli, delta F potensiallar fərqidir. O F2 minus F1 deməkdir. Son nöqtənin potensialı çıxırsın başlanğıc nöqtənin potensialı. Tutaq ki, hər hansı bir dənə belə elektrik sahəsidir məsələn. Bu nöqtənin potensialı F1 isə, bu nöqtənin potensialı F2 isə, bunlar arasında potensial fərqini tapanda F2-dən F1 nədir? Çıxmaq lazımdır.
O gərginliyi isə həmişə fibr -2 var. Görürsünüz, o gərginliyi fibr -2 fərqinə bərabərdir. Bu düsturlardan görünür ki, U ilə delta F modulca bərabərdirlər, işarəcə əsdilir. Sizə belə məsləhət verərdim. Əgər potensiallar fərqini soruşurlar, testdə soruşsalar, siz elə onu taparsınız. Elə bundan modulları bərabər olacaq. Testdə potensial fərqi soruşanda elə onu tapsaz, gərgin tapsaz kifayət edir. Gəlin gərginin düsturunu yazaq. O bərabərdir, A bölünsün Q'dür. Bunda vahidi belədir. 1 volt bərabərdir, 1 joule bölünsün Coulomb. Bu burada gərginlikdir. A elektrostatik sahənin işidir. Q də elektrik sahəsində yerin dəyişən nədir? Yükdür. Buradan alırıq ki, A bərabərdir QU və yaxud Q vurulsun F1 minus F2. Bu düsturlarla elektrik sahəsinin işini hesablayırıq. A bərabər Q, A bərabər Q F1 minus F2 və yaxud Q vurulsun mənfi delta F. Belə də hesablaya bilərsiniz. Oldu, bu düsturlardan başqa daha hansı düsturlar istifadə edirik? Belə qaydamız vardı bizim. Görülən iş, deməli, elektrostatik sahənin gördüyü iş kinetik enerjinin dəyişməsinə bərabərdir. Elektrostatik sahənin gördüyü iş əskarələ potensial enerjinin dəyişməsinə bərabərdir. Elektrostatik sahə müsbət yük görəndə kinetik enerji artır. Elektrostatik sahə müsbət yük görəndə potensial enerji azalır. Elektrostatik sahənin hansı xassələri var? Bu elektrostatik sahə potensiallı sahədir. Potensiallı sahənin biz tərifini bilirik də. Demişdik ki, birinci görülən iş trayektoriyanın formasından asılı deyilsə, belə sahələrə potensiallı sahələr deyirlər. Və yaxud qapalı kontur boyunca gördüyü istifara bərabər olan sahələrə potensiallı sahələr deyirlər. Onları tətbiq eləsə belə ararıq. Baxın, bu elektrik sahəsidir, hər hansı bir elektrik sahəsidir. Tutaq ki, yük buradan, bura bir traktoriyasından gəlib, başqa bir 2 traktoriyasından gəlib həmin yük və yaxud 3 traktoriyasından gəlib. Bunların hamısında A bərabərdir, Q F1 minus F2-yə bərabər olacaq. Hamısının işi nədir? Eyni olacaq. Görülən iş trayektoriyanın formasından asılı deyil. Məsələn. İkincisi, bu qapalı trayektoriyası hər hansı bir elektrostatik sahədir. Yük belə qapalı kontur boyunca hərəkət eləsə, trayektoriya boyunca hərəkət etsə, burada iş sıfıra bərabərdir. Çünki başlanğıc nöqtə ilə son nöqtə üstə düşür, F1 F2-yə bərabər olur və A sıfırlanır. Qapalı trayektoriya boyunca elektrostatik sahənin işi sıfıra bərabərdir. Testlərdə bu şeylər fikir verərsiniz. Məsələn, tutaq ki, məsələn, bu nöqtəvi yükdür. Bunun F1 ekpotensial səttidir. F2 ekpotensial səttir. Bura F1 olsun, bura F2. Məsələn, tutaq ki, yük buradan bura yerini dəyişir və buradan bura yerini dəyişir və buradan bura yerini dəyişir. Görürsünüz, başlanğıçları üstə düşür, F1-dir. Sonları da F2-dir. Deməli, burada işlər bir-birinə bərabər olacaqdır. Baxın, traktoriya fərqli olmağa baxmayın, işlər bərabər olur. Çünki F1-lər də eynidir, F2-lər də eynidir. Və yaxud hər hansı başqa bir dənə sahə baxıb, belə bir sahədir. Bir sahədir. Buranın potensialı F1 olsun. Buranın potensial F2 olsun. Yük buradan bura gəlsin, buradan bura gəlsin və buradan bura gəlsin. Hamısında işlər bərabər olacaq. Çünki başlanğıcın F1-i, başlanğıçlar eyni F1-ə düşürlər, sonlar da başqa F2-ə düşürlər. Hamısının işi modulca bərabər olacaq. Bir də bir şey fikir verəsiniz. Əgər Y intensiv vektoru belədirsə, bu ekpotensial sətdir, düzdür. Ekpotensial sət boyunca F hər yerdə eynidir, ona görə burada A sıfıra bərabər olacaq. Başqa bir ekpotensial götürək, bu müsbət yükdür. Bunun sətləri belədir, görürsünüz. Burada belə yerini dəyişəndə ekpotensial sətdir, iş sıfır olar. Belə yerini dəyişəndə sahənin işi nədir? Sıfıra bərabər olar. Oldu. Yeşinləşdirək də. Bax, elektrostatik sahənin işi traktorun formasına asılı deyil. Qapalı trayektor elektrostatik sahənin işi sıfıra bərabərdir. Məsələn, belə formada işlər bərabərdir. Belə formada sahəsi işlər bərabərdir. Y perpendikular yer dəyişsə, Y vektoruna perpendikular yer dəyişsə, iş sıfıra bərabərdir. Məsələn, ekpotensial boyunca yerini dəyişsə, iş sıfıra bərabərdir. Bunlar bilməsiniz. Və işi də hansı tutan hesablarıq? Birinci bax, elektrostatik sahənin işini A bərabər Q-yu hesablamaq olar, Q F1 minus F2-ni hesablamaq olar və yaxud elektrostatik sahənin işi kinetik enerji dəyişməsinə bərabərdir. Əsgər ilə potensial enerjinin dəyişməsinə bərabərdir. Alfa hissəcin başlanğıc kinetik enerjisi 100 elektron voltdur. Alfa hissəcik B nöqtəsinə çatanda onun kinetik enerjisi nə qədər olar? A nöqtəsinin voltu 20 voltdur. B nöqtəsinin voltu 30 voltdur. Buraya yazaq F1 bərabərdir 20 volt. Buraya yazaq F2 bərabərdir 30 volt. Əvvəlcə elektrik sahəsinin gördüyü işi hesablayaq. Elektrik sahəsinin gördüyü iş A bərabərdir nə cürdür? Q vurulsun U-da. Onun yerinə yazarıq F1 minus F2. Bax, bu düsturla elektrik sahəsinin gördüyü işi hesablayıram. A bərabərdir. Alfa hissəcinin yükü 2 gedir. 2'ye yazıram. F1'ə 20 volt, F2'ə 30 volt. Bu fərq oldu mənfi 10 volt. Deməli 2 Y vurulsun mənfi 10 volt. Bu da eləcək bax 2 vuran mənfi 10'a 20. Elektronu da vuran veya volt alır elektron volt. Mənfi 20 elektron volt. Elektrik sahəsi mənfi 20 elektron volt
iş görübdür. Başlanğıc kinetik enerji 100 elektron volt idi. Deməli 20 elektron volt azalıbdır, qalıbdır. Y-kinetik olubdur 80 elektron volt. Belə deyə bilərsən, bax, Y-kinetik A bərabərdir delta Y-kinetik. Mənfi 20 elektron volt bərabərdir. Y-kinetik çıxılsın 100 elektron volt. Buradan alasın ki, Y-kinetik bərabərdir 80 elektron volt. Oldu. Proton olsaydı kürün yerinə Y yazardın. Elektron olsa proton olsa bu kürün yerinə biz müsbət Y yazarıq. Elektron olsa kürün yerinə mənfi Y yazarıq. Bunlar nəzərə almalısan. Yükün işarəsini də nəzərə almalısan. Qiymətini də nəzərə almalısan. Oldu? Ha,